Və aleykum assalam, rəhmətullahi və bərəkətuhu. Sual verirsən ki, uşaq vaxtı görürsən ki, ailədə gedib bazardan ət alırlar qurbanlıq günü. Deyərlər ki, bu qurban ətidir, kəsilib bazarda satılır. Hər bir evdə bu qurban ətindən bişməlidir. Yəni belə bir şey varmı? Xeyr, yoxdur. Yəni bəzi qəssablar nə edirlər? Bu bayramdan qabaq ət kəsirlər və onu satırlar. İstər bayram günü olsun, istər bayramdan bir gün qabaq olsun, satırlar və adını da qoyurlar qurban əti. Qurban əti satılmır. Qurban əti ya hədiyyə verilir, ya sədəqə verilir, yəni. Sadəcə evdə ət olsun deyə, biri qurban kəsməyibdir, biri və yaxud da kəsiləndə həmin insanlar aparıb vermirlər. Hamı ət yeyir, evdə ət olsun deyə insanlar gedib bazardan ət alardılar ki, bunlar da həmin qurban bayramında sevinsinlər, o bayramı keçsinlər, ət yesinlər. Bəli, amma alınan ət nə qurban ətidir, nə də ki, kəsilən özü qurbandır. Yəni çünki qurban kəsilsə də belə satılmamalıdır. Və qurbanlıqdan qabaq kəsilən də qurban niyyəti ilə kəsilsə belə qurban sayılmır. Adi bir sədəqə kəsilən heyvan sayılır, verilən ət də sədəqə kimi olur. Bəlkə yəni Allah bilir.